Hamınıza salam dostlar. Nətərsiniz? Bugün sizlerle birlikte bu Çempionlar Liqası modunu oynayacağıq. Bu modu elə bil ki, bu modu elə bil ki, dünənləri mən canlı yayında bu modu oynayırdıq. Hələ bir dostumuz bu rəqibləri o seçdi. Yarı finallara da gəldi, sonra canlını bağladıq. Bunu da bir videoda eləmək istəyirəm. Yəni, dünənki axşam tərəf olan canlıda olanlar bilər bunu. İndi onları din eləyəcəyik. Baxaq görək nə olur. Bunları hədiyyələrimizdən alaq. Ben bir dərəcə yüksəltmək puanlarını bir dənə şeyim mən fulluyum. Yəni alım da elə. Alım. Bir dəqiqə. Bu yüzden ay ne olar içinden bu minli olan çıxsa ya da 575 vermə. Ne olar? Ya Allah. Ay bilirdim daha sonra 75 verəcəyini. Neyse işin olmaz. Bir dənə bunu da açaq. Özel indirimi yox bir dəqiqə. Önə çıxandan bu ücretsiz açaq. Ondan sonra burada 50 ya 50 çıxsa yaxşı olar. 50 çıxsa qəşəng olar. 50 çıxdı ya da Cefer çıxdı. Yəni deyirəm ki Abidin həmin o qaqaşda da aktiv dedilər. O Çempionlar Liqası modunu rəqibləri sıralayan qaqaş buydu. Sonra biz də uda yarı finala gəldik. Heç belə. Oba 2 dənə FC draftı. Səhər saat 8-də buranın kimi keçmək istəyirdik. Bir dənə də PSG forması alacağım. Oxucasına 2 dənə PSG mənə də alacağım. Xoşuma gəldi ona görə. Biraz 35 manat biraz çoxurlar çünki formanın əsl qiyməti 25 manatdır. Arxaya ad yazdırmaq 10 manat. Mən öz adımı yazdırmaq istəyirəm, buna görə 10 manat götürürəm. Yəni normalda futbolçu adı Dembele Duezad olsa yəni zırt alırım. Neyse. Keçək indi videoya. Mən deyirəm bu Avropa Liqasından bacala zırt açaram. Bundan da konferansdan da açmaram. Açsam ikondan açarım. Başqa baxın Tots birdən bunlar bahadır. Kaka bura gələk bizə. Bir də ekran girə. Oy belə ekran girdi. Bu o ay zilpov çıxdı da deyirəm. Yaxşıdır, Allah haqqı yaxşıdır, Quran haqqı yaxşıdır. Kuytun başını bırax, Allah haqqı yaxşıdır. Yəni kuytu eləyəcəm takımdan. Bilmirəm indi görən çıxarmam mən. Şey birikdirib Hazard 121 eləmək istəyirdim. Amma məncə dostlar yeni aldığımız o karakteri işlədək. Siz niyə orta sahamız çünki bizim zəifdir. Bir dənə bu Verman güclüdür. Bu ikisi pisdir çünki bu SC 117'dir. Bu ikisinin SC 115'dir. 4 dəfə çoxaldılıb bir şey. Buna görə pisdir. Ona görə Kuytamı qalsın. Rice şey eləyək. Rice eləyək də. Məncə Kuyt daha yaxşıdır. Məncə Rice eləyək də. Rice'in yerinə. Bir tane bunun gücünü verim. Bu yeni aldığımız bu 117'liyə. Mən bu aldığımız 117'liyi bir tane 119 eləsəm. Mən vəbşən bütün orta sahalarımı 120 eləyəcəm. Amma gözləyəcəm Kuytun yerinə bir tane də orta saha çıxsın. Dəqiqə antrenman. Ay bil dibində qaldı be. Neyse ver bunlar buna. Bir tane de buradan bir tane altın alın. Altınla bu oyuncunu alın. İnşallah altınımız var. Var Paul'un var özde. Görevlər yerinə yenə nəsə gəldi. Bir dəfə nə gəldi abra. Yenə nəsə gəldi ama. 100 tane şey gəldi. Cefer.
Geçsək indi bunu bir dənə fullləyək. Fulllədik qəşəng. Bir dənə bunu 118 eləyək. Mən bunu çalışım bir dənə tez 119 eləyim bu karakterimizi. Sonra gəlib hazarda 121 eləyəcəm. Sonra ADM-i 122 eləyəcəm. Sonra hazarda təzədən 122 eləyəcəm. Yəni dostlar, baxıcına görürük bu üçünü 122 eləyəcəm. Drogbanı eləmişəm. Sonra ADM-i bunu 122 eləyəcəm. Sonra bunu vəsiyo. Sonra gəldim orta sahalara. Müdafiəm var. Düzün zəifdir. Bir dənə bu Mendy ilə Maldini qəşəkdir. Bax, mənim komanda dəyişilməyə gərək olan karakterlər. White, Araujo, bir də Bono. Bax, bunlar. Bunlar dəyişilməli. Bono yenə də arada bir idarə edir. Ay, bir dəqiqə. Arkadaşlarımı istək gəldi, amma indi qəbul edəməyəcəm, çünki videodayım. Dünən qaqaşa demişdim, canlıdan sonra yadımdan çıxdı demək, çünki mən də getdim yemək. Bugün öz axşam 20-nin olduğunda o futbol var. O oyunda PSG ilə Arsenal. Görün PSG udar. Udar ya. Canlı. Yəni dostlar, videoya danışaq. Arsenalın finala gəldi. Uduğu gəldi rəqiblər deyim də. Baxın, nə idi ilk o finalda Leverkusen uddu. Leverkuseni ümumi 3-1 zar üzdü. Öz evində 2-0 uddu. Onların evində də 1-1 bərabərə qaldı. Ümumi 3-1 uddu Arsenal. Sonraki rəqib Sporting ümumi 1-0 uddu. Ümumi. Öz evində 0-0 bərabərə qaldı. Onların evində də 1-0 uddu. Biraz qəribədir. Adam öz evində bərabərə qalır. Rəqib evində də 1-0 udur. Yəni Sporting loxdur. Sonraki rəqibi də Atletico Madrid. Onu da yəqin bilərsiniz. Atletico öz evində 1-1 bərabərə qalmışdı. O iki oyuna da canlı baxmışam. Rəqib oyunda da Arsenal 1-0 udmuşdu. Atdığı gol Saka'nın qolu bomboş qapı idi. Yəni o qolda 1-0. Qolun payının çoxu Eze'nin. Eze elə bir uzaq bir məsafədən qapıya 90 atdı. O blokda Atletico'nun qapıcısı. O belə hoppanıb təkəyinə belə tutdu topu. Sonra qapı tutdan sonra yerə yıxıldı. Top da gəldi, düşdü şeyin ayağının altına, Saka'nın ayağına. Qapı da bomboş. Saka'nın da qabağında bir müdafiəçisi belə yoxdur. Yəni özü qapının da dibindədir. Ona görə də vurdu, gol oldu. Yəni 1-0 oldu. Ay bilə. Qəşəng Safanov. Nəysə, uddular. Bir də yəni bunun Arsenalın finala gələ udduğu rəqiblər bunlardır. Leverkusen, Sporting, bir də Atletico. Bir də PSG-nin finala gəldi udduğu rəqiblərə baxanda ilk oyunda öz evində Chelsea-ni 5-2. Mən özə PSG-nin bütün oyunlarına baxmışam. Yəni bu finallar turunda. Yəni Chelsea-ni 5 udmuşdu öz evində. Chelsea rəqib evində, Chelsea-nin evində 8-2, yəni 3-0 uddu, yəni ümumi 8-2 uddu. Sonra Liverpool öz evində, PSG öz evində Liverpool 2-0 uddu. Onların da evində, Liverpool'un da evində 2-0 uddu. Sonra Bavariyanın öz evində PSG 5 tutdu. Onlar da 70.000 azarkeşin qabağında bir pox eləyənmədi. Yəni udanmalılardı. 1-1 bərabərə qaldı. Ümumi 6-5 gəldik finala. Yəni Arsenal gəlsin birinci, bizim oynadığımız birinci Chelsea-ni keçsə ayıb nə. Düzün deyə Chelsea-ni udar Arsenal. Liverpool'da inanmıram, amma Bayernə zırt inanıram. Amma PSG bax, Arsenal oynadığı rəqiblərdən bircə dənə atıyor. Atletico ilə Leverkusen ilə oynayıb, Sporting'dən yox. Atletico'ya yayda 4-0 qoymuşdu yayda. Dünya çempionu elə futbol bir modunda elə Loxçun finalda 3-0 üzmüşdük Chelsea, amma qisas saldı. Leverkusenə də qrup aşamalarında düz 7-2 udmuşduq, 7-2. Yəni bu Arsenal udduğu rəqiblər udmuşuq. Sporting'dən də oynasaq onları 5 betər B takımı ilə qoyarıq. Mən özə də söz nə vaxtdan tutursam PSG-ni 2000 nətər deyim 20-də, o da ki nə, o vaxt mən
Logosunu xoşlamışdım deyə tuturdum. Logosunu xoşlamışdım deyə. Logosu da qəşəng gəlirdi deyə tuturdum. Sonra Mbappe'yə görə tutdum. Sonra Neymar'a görə. Sonra ikisi də çıxdıqdan sonra mən elə həmin o moment futbolu buraxdım. Sonra yəni futbol oynamaq, futbol haqqında buraxdım. Gəlmişdim Free Fire-a 2024-cü il olmuşdu. Free Fire-da nə bilim demişdim nəsə Kausetkin zat gəldi. Yəni buraxmışdım da bildiyiniz futbola aid hər şeyi və gol. Şükür. O da Free Fire-a görə. Sonra 2025-də yəni keçən il təzədən futboldan başladım, futbola geri döndüm və PSG-nin oyununa baxdım. PSG ilk başda keçən il çox bərbad başlamışdı da. Öz evində yəni 3-2-1 Atletico-yu uduzmuşdu keçən il. Yəni liqa başlandı çox pis idi. Sonra istəyir 4-2 udaraq, comeback ataraq istəyir. Yəni Çempionlar Liqasına geri dönüş elədi bildiyiniz. Sonra qrup aşama oyunlarında birinci məndən Aston Villa-nı öz evində 3-1, onların evində də 3-2 uduzdan ümumi PSG 5-4 uddu da. Ona görə gəldi yarı yox, çeyrək finala. Orada da Liverpool'u uddu. Liverpool'u öz evimizdə 1-0 uduzduq. Çox qəribə. Onlar da öz evində 1-0 uduzdu. Yəni məntiqə bax. Hər komanda öz evində 1-0 uduzdu. Sonra da uzatmalar da bərabər olub getdi penaltilərə. Penaltilərdə də Donnarumma var idi. Donnarummanın şərəfinə yəni udduq udduq penallarda 2 dənə penalti tutdu deyə udduq penallarda. Sonra gəldik yarı finala Arsenala. Birinci oyun onların evində olmuşdu. Onların evində 1-0 uddu PSG. Öz evimizdə də PSG öz evində 2-1 uddu. Ümumi 3-1 udub gəldi final Interlə. Interi də 5-0 dağıdıq, söküb qoyduq oyunu. Bu ildə heç bayaq danışdım finala gəldiyimiz rəqibləri. İnşallah udarıq Arsenalı və mən olsa demişəm Arsenalı məncə 4-0 udarıq, 4-0. Amma bilirəm, onlar əgər birinci qol atsalar, yəni Arsenal 1-0 qabağa keçsə, oyunu sonuna qədər harambal eləyəcək də, harambal. O Leverkusen Newcastle udub 3-2. Newcastle demişəm, dün Anthony Gordon getdi Barsaya. Dinən özdə. Mən Sofaskordan gördüm. Sonra da getdim baxdım paylaşımlar zaten paylaşırdı. Bu günlərim dostlar canlı yayın açmaqda biraz fikrim var. Gün ortada 3-də 4-də yox, 3-də 4-də yox, əmin olum. Bilmirəm də nə bilim gün saat 4-dəmi, 5-dəmi axşam tərəfi elə. Amma axşam tərəfi 7-də falan açan deyiləm, 7-də çünki. Nətər deyim baxın. Elə bil ki mən mamamdan daha böyle çalışmışam. Sinif yoldaşlarım da PSG-ni tutur. Bax, o sinif yoldaşlarımı çağırmışam evimizə oyuna baxmaq üçün. Onlar da nəsə alacaq oyun üçün. Mən dedim lazım deyil, amma indi onlar alacaq. Dedim yaxşı, onu mən də alaram. Ona görə axşam tərəfi 7-də gedəcəklər onlar. Mən promosu vermişəm onlara. Yəni 5 manatım var idi, 5 manatımı vermişəm. Onlar axşam tərəf Araz marketdən gəlib şey alacaqlar, oyuna baxa-baxa. Nə bilim, başqa elə baxa-baxa düzəlləmək şeylər alacaqlar. Ona görə canlı zat olan mədrəsə futbola baxacaq, 10-da da bitir. Evləri yaxındır deyə belə gəblər. Hep düz evimizin elə bir qonşuyuq elə. Gol, ay, heç nə olmaz. Qonşuyuq deyə şeydə nətər deyim, yadımdan çıxdı. Yəni gəlib rahat gecə gedirlər. 3 sənədir. Birin evi o qədər yox, birazcıq uzaqdır, birazcıq. Yəni deyim də polunu 50 metr zat el uzaqlıqda olar. Biri qalan o ikisi də qonşumuzdur. Evimiz yan-yanadır qonşumuz. 3 sənə sinif yollaşmayan gələcək. İkisi qonşumuz deyə onlar üçün rahat, amma biri üçün adı Kənan'da, onun üçün biraz çətindir. Çünki evi biraz uzaqda. Ayzibil. Ay, salaq. Amma onların tutduğu komandalar
şeydir də, müxtəlif komanda izləyib, komandaları da təkcə deyim uşaqların adı nədir? Birinin adı Tunardır, birinin adı Riyaddır, birinin adı Kənandır. Kənan belə normalda tutduğu əsl komanda şeydir, Qarabağdır, amma xaricdə tutduğu komanda onun şeydir, Real Madriddir. Sonra Riyad dediyim uşaq nətər deyim, ay gol, oy dediyim uşaq, dedim qonşumuzdur. O xaricdə tutduğu komanda Chelsea ilə Bavariyadır, amma ən çox tutduğu Chelsea'dir. Chelsea Bavariyadan daha çox xoşdur və hansını mən tutur bilmirəm. Amma Tunar da ki, mənim qardaşım deyil, aralarına belə o sən xəttinə gəlin, dəyməsin. Ən yaxın olan odur. Mənə yaxın olan və o da xaricdə PSG-ni tutur mənim kimi. Bir anda uşaq var, Maya, sinif yoldaşım. Maya da ki, sən PSG-ni Tunara görə tutursan. Bayağı dur fızqır burada, mən PSG-ni neçə ildir xaricdə tutdum komandadan, amma tutmaq səbəbim lox kimi olub, logosuna görə. O vaxtda futboldan başım çıxmırdı da neyiniyim. Sonra Mbappé'yə görə xoşladım, sonra Neymar'a görə xoşladım. Sonra o ikisi 2024-dən çıxdıqdan sonra Free Fire oynamaq başladım. Sonra təzədən geri döndüm futbola baxmağa. Amma indi mən hal-hazırda PSG-dən çox xoşladım. Xviçadır, başqa, yəni Xvarada. Nə bilim, Dembeləni də xoşlayıram, Dueni də. Amma ən çox, nəsə, ən çox belə başda xoşladım mənim oyunçu Kvaratskhelia-dır. Ən çox sevdiyim PSG-li oyunçu Kvaratskhelia-dır. Baxın, mən sizə deyim də dostlar, İngiltərədən tutdum komanda, United'dır, Manchester United'dır. Elə mən İngiltərəndə kraldır elə məncə. Yəni mən United'ı Ronaldo'ya görə o vaxt tuturdum, amma indi elə bil özüm tuturam, xoşuma gəlir. Elə gəlir özü Çempionlar Liqasına girəcəklər. Yəni Fransada heç də PSG, belə şey Mislidə də Qarabağ təbii ki. Onun adı nə idi? La Ligada, İspaniya Liqasında Barcelona'nı tuturam. Belə Barcelona'nın məndə düz 3 dənə forması var. Biri Çəhrayirənçdir, Çəhrayirənç. Premium class forması, yəni əsl forması deyil də, yəni Barcelona işlətmir. Sadəcə o bu il çıxıb, yeni aldım hələ. 1-2 gün əvvəl almışdım onu. Sonra bir dənə 19 Lamine Yamal forması var Barcelona. Keçən sezon formasıdır. Bir dənə də lap köhnənin, tayda Messi'nin forması var. Köhnə adamı. Ayda bir dənə belə pitsin, onu 1-0 udursaq da yaxşı yummuş, 3-2-dir. Bir dənə gol yeməsək, əla olar. Kaka bitir də dayı oyunu. Bitir də la. Hə. Məmmədov adlı qaqaşmayın dəvət atı qaqaşdan hələlik üzr istəyirəm videodayım deyə. Görən finala kim gəldi? Məncə Newcastle gəldi. Mən Newcastle-ı axırıncı dəfə elə anamıncanı bu professional modda finala gələndə Newcastle-a gəlmişdim. Məni 2-0 udmuşdu. Beynim nə var qızmışdı. Amma finala Leverkusen gəlibdi. Yəni 3-2 udub öz evində. Rəqib evində udub. Ümumi 5 qoyub. Final PSG Leverkusen Real'da bunlar oynayanda Çempionlar Liqası qrup mərhələsində oynamışlar. PSG düz 7-2 qoymuşdu. Özü Leverkusen öz evində 7-2 uduzmuşdu. Yəni bilməyənlər üçün gəlib yazıb baxa bilər də. Nə bilim Sofascore-a, Google-a ya da YouTube-a da yazın Leverkusen 2 PSG gəldi. O final oyunudur deyə. Bax. Oyda bu videoda da qazansam çox zor olur axı. Keçən videoda UCL yox, Dünya Kubokunu qazandıq. Bu videoda da UCL-ni qazansaq çox zor olar. Nəysə başlayaq. İnşallah udarıq. Final oyunda bunu diqqətlə oynamalıyıq. Oba, qəşəng. Ayda. Yaxından gəlib vurmadım nəyə görə? Çünki orada müdafiəçilər var idi. Çox idi deyə dedim ki, yəqin qabağımı da kəsərlər ya da topu gəlib at kimi alarlar.
Hizbi, çox pis ataq eləyirlər. Final oyunlarda ki, rəqib istəyir bot adam olsun. İstəyir yəni Qarabağ, Neftçi zad olsun. Neftçi zad ki, amma mən də tutaq ki, deyirəm də. Yenə də çox güclü olur. Biz bot komandası realda. Ay, mən ora verdim. Hadi mən deyəsən telefonun üzünü ora çevirdim. Ya hə, ona görə oldu. Mən yoxsa Dembeleyə vermişdim onu. Amma Dembelə də atamayacaqdı çünki qabağımda müdafiə var idi. Düz onun üstünü tuturdu özdə. Mən deyirəm, bax bu oyun gedəcək. Məncə penallara gedər ya da ki, mən ya da o bir qol atıb gələr finala. Yox, gələr finala nə idi? Udar. Oba, atağa gəl. Oba, qəşəng sistiydi bu. Ay da bir bak anamıncan bilirdim offside olacağını. Birinci dedim ki oradaki Doya verim Doya. Doya verim. Sonra da dedim ki yok versem tutamayacak çünkü yanında oyuncular var idi onu. Dedim ki verim ne bileyim Dembele'ye. Hem birincisi alınmadı. Dembele'nin boyuna bak bir dənə. İkincisi müdafiə etdi. Üçüncüsü ki gol olsaydı bile sayılmayacaqdı. Offside. Offside fikir vermədim. Sonradan fikir verdim. Qəşəng. Penaldı hə, bilirdim da, bilirdim. Sağa hoppa, sağa nə olar? Ay. Çolaq atanmadı çolaq amma müdafiəmizin ikinci palajeniyasına baxın. İkinci müdafiəmizə baxan Paço getdi. Əsasında Mendes var amma Paço yoxdursa baxa düşdü ki 10 nəfərlə oynayırıq. Adamlar ancaq basıq eləyəcək onu bilirəm. Qəşəng. Ay bilə. Qəşəng. Barkola. Qəşəng. Bradley Barkola. Qəşəng, nə olar belə bitsin elə, nə olar. Amma mən indi təbii ki vaxt oynamayacağam. Marağı onda qaçacaq. Qaçacaq onda marağı. Ay bilə. 1-1 oldu ye. Özə paslaşıb qol atmağa çalışacağam. Çox yaxından özə paslaşıb atmağa çalışacağam. Belə yaxına. Baxın belə. Dip-dipə paslaşıb qol atmağa çalışacağam. Ay zibi. Qaqa sən ayağın. Bax. Ay zibi. Ay zibi gol yeri sən al qaqa gol yeri qapıcı çıx qapıdan. Qapıcı çıx da qapıdan qapıcı. Ay bilə. Niyə imenli finalda? Niyə imenli finalda? Niyə imenli finalda da? Mən niyə həmişə final oyununda uduzmalıyam axı? Niyə? Hadi sən çıx bir dənə. Ay zibil. Niyə imenli finalda uduzuram? Niyə ki? Bax onu bilmək istəyirəm. Uduzdum qaqa, mən buradan çevirənəm. Mən buradan çiziş çevirəm. Çevirsəm o da bəxtə hudaya. Aydan olar getdiniz. Qovat. Soxmuşsun boyunuzun hamınızın yeri. İndi üçüncü qol yeməyək. Hə şükür. Sən qapıcı bayaqdan çalmırdın qapıya. Sən Allah ki koydular. Comeback yedik. Birdən qaqa bizi comeback'lədilər. Uduzduk həmişə kimi. Neyse dostlar, sağ olun. Bir dakika. Sağlaşmamışdım. Bakın. Arturson. Mayıs bir. Qaqalar onlar hak edir.
155 top olardı o. Yəni mən kimi finalda uduzmuşam. Bir dəfə PSG seçməyəcəm. Sizinlə hansı komandanı seçib oynayaq gələn dəfəki tur. Ya canlıda baxarıq. Nəysə bir dəqiqə. O Məmmədov adlı qaqaş hələ də oyundadır. Bax nə qədər FIFA oynayır. Belə deyirsən Free Fire buraxıb keçibdi FIFA-ya. Çünki nə vaxt girsəm oyuna, həmişə bu qaqaşın da aktiv olduğunu görürəm. Və mən Free Fire oynayanda bu qaqaşın aktiv olduğunu sadəcə səhər saatlar gördüm. O birisi saatlar görmürəm. Bilmirəm indi FIFA-ya başlayıbdı, Free Fire buraxırsa hər ikisini oynayır. Nə var? Free Fire oynamır. Bu da mənim dostlar. Dediyim o uşaq. Axşam təhsil evimizə gəlmiş uşaqlar dedim. O Riyad kanatına. Onların hesabını göstərim. Riyadın hesabı budur. Bu Riyaddır bu. Riyad. Hesabı budur. Çox amma düzünüm zor hesab. Belə də bir orta sahaya baxın qaqa. Bu nə orta sahadır? Hücum yaxşı amma dostlar yenə də belə olmağına baxayım. Mən bu uşağı 4-1 qoymuşam. Yəni oyuna yeni başlayıb. Yəni oyuna 3 ay əvvəl başlayıb, 3 aya hesabını belə eləyib, yəni halal olsun. Mən 1 ildə oynayıram. Mən zam neçə illikdə bu qutarsam uzatma yerinə baxmam, amma bilirəm 1 il. Keçən il mayın 28-i yaran obo hesabımın 1 illiyi tamam olubdu ki. Kəş 1 illiyini qutlayardıq. Nəysə başımırıq. Başqa bu comeback Tunardır, Tunar. Gecə gündüz bundan veri satıram mən. Hesabı belədir. PSG deyə komandasında yardımcı PSG var. Barcola, Dembele, Joao Neves, Zaire Emery. Donnarumma da var. Donnarumma keçən il PSG-də oynayırdı. Bu ildə indi City-də oynayır. Takımın nəsə bunun da belədir. Yaxşıdır. Yəni pis elə qəşəngdir və Kənanın da takımı belədir. Qarbaldadır. Qarbal. Bu uşağın 117-lik Dembelesi. Yəni dostlar, burada 120-lik Mbappe görünür. Bunun bir dənə də 120-lik Dembelesi də var. 120-lik Dembelesi amma yedəkdədir. Baxın bu Dembelesi var. Comeback'da gördüyünüz o Dembele. Baxın bu Dembele var. 120 halı, 122 deyil, 120 var onda amma yedək işlə qoyur. Mbappe'nin işlədir. Mbappe'ni daha çox sevir deyil. Buna da hamı çıxdı ki oyuna. Bu da mənim qardaşımın hesabı. Eldar. Bunun da hesabı zordur. Qardaşımın hesabı elə orta sahası dəhşət çox yaxşıdır. Hücum xətti də yaxşıdır, amma orta sahası çox yaxşıdır da. O qardaşımın orta sahası mənim orta sahamdan 1000 qat qəşəngdir. 1000 qat. Mənim orta sahamı təkləyir. Nəysə, birdən baxaq. Hesabına baxıram. Amma bilirəm mayın 28-i yarım. Çünki mən bu uzatmaları girəndə görmüşdüm. 28 may deyirdi. Amma yenə baxaq görək. Yenidən keşif budur da. Deyəsin. Yox, deyil. Neyse başıma fikir olsun yenə. Başımızın çıxsın. Neyse dostlar, bugünlük videomuzun da yavaş-yavaş sonuna gələk. Bugünkü videomuz belə idi. Uduruq amma yenə də işləməzdanımız sağ olsun. Zatı Barcelona'nı zadudduq. Sonraki yazı Brawl Stars mən eləyəcəm. Çünki dolmadan 3 sən FIFA videosu atdım. Yəni kanal Brawl Stars kanalda, amma nədənsə FIFA. Ya da mən o açıqlamada da eləmişəm ki, baxa bilərsiniz. Təkcə Brawl Stars yox, Brawl Stars'dan başqa videolar da deyiləm atacağam. Nəysə sizə alacağım Cəm PSG formasını göstərim mən. Nəysə dostlar deyim. Baxın mən bunu almaq istəyirəm. Bu forma bax burada var bu forma. Amma bu formanı keçən dəfə formaya gedəndə qaqa bir sezatlar olmuşdu deyim də. Yazın bax bunu bilərsiniz. Bax bu forması çox zordur amma mən bu formanı bir tərəfdən biraz qəribə gəldi yaxından. Amma orada olmaq istəyəndə tez oldu. Əynimə birincisi oldu. Tam oturdu əynimə, boyu oturdu. Amma içi belə gen idi. Mən də bilsiz nətərəm elə bir o qədər köşk eləmdə normalam. O qədər də birazcıq ağrıram. Ona görə bu matam olmadı. Çox belə ta üstümə oldu amma içi belə gen idi deyə olmadı içimə. Bu forma məndə var. Bu formaya baxın, mən hələ bunu almışım. Qolunda da bu Çempionlar Liqası kubok işarəti yox, Çempionlar Liqası kubok işarəti var. Burasında da heç nə yoxdur. Qalan hər şeydə də eynidir. Arxada da 10 A nöqtəsi yazır. Baxın mən bu formanı alacağım.
bunu alacağım bugün. Bunu çox sevirəm. Mən o dedim, o Tunar adlı sinif yoldaşımda da o forma var. Baxın bu. Özdə onun üçün də arxasında şey yazılır. Nuno Mendes yazılır. 25 Nuno Mendes. Evet dostlar, yavaş-yavaş videonun sonuna gələk. Sağ olun, özünüzə yaxşı baxın. Görüşərik. Yəni sabah görüşərik.